Səfəvi-Osmanlı müharibəsi. 16-cı əsr. Səfəvi-Osmanlı müharibəsi arasında bağlanan müqavilə. 1555-ci ildə Amasya müqaviləsi. Səfəvi şahı 1-ci Təhmasiminin ölümü. 1576. 2-ci İsmayıl. 1576-1577. Məhəmməd Xudubənd. 1578-1587. Osmanlı Amasya müqaviləsinin şərtini pozub Səfəvi sərhədlərini keçdi. 1578. Osmanlı Səfəvi müharibəsinin ikinci mərhələsi. 1578-1590. Osmanlıdan asılı olan Kırım xanı şimaldan Şirvana yürüş etdi. 1578. Döyüşdə Kırım xanı məğlub oldu, Şirvan azad olundu. Bu hansı döyüş idi? Molla Həsən Yurda. Niyazabad döyüşü. 1583. Niyazabad döyüşünün nəticəsi Kırım xanlığı ilə Osmanlı xanlığı Oğuzlar və Səfəvi onları Dərbəndə qədər sıxışdırdı. Osmanlı Təbrizi ələ keçirdi. 1585. Osmanlı Azərbaycanın böyük bir hissəsini işğal etdi. 1586-1589. 1-ci Abbas neçə il hakimiyyətdə olub? 42 il. Səfəvi dövlətində saray çevrilişi. 1587. Şah 1-ci Abbas. 1587-1629. İstanbulda sülh müqaviləsi imzalandı. 1590. Səfəvi-Osmanlı müharibəsinə son qoyuldu. 1590. Daha doğrusu Səfəvi-Osmanlı müharibəsinin nəticəsi necə oldu? İstanbul müqaviləsi oldu. 1590-cı ildə bu müqaviləyə əsasən Lənkəran, Xalxal, Qəzvin, Şərqi Gürcüstan və Qərbi İran, bir də Azərbaycan bir çox hissəsindən başqa Azərbaycan dövləti verildi Osmanlıya. Yəni Lənkərandan başqa, bu saydığın Zəncan, Qəzvindən başqa Azərbaycan Osmanlılara verildi.